Qızlar, hal-hazırda mən sizə çox sevdiyim məhsulu göstərirəm. Hətta görürsüz, mən artıq ikinci qablaşmasını almışam. Təbii ki, yay fəslini yaşayırıq və hava isti olduğundan paltarları ütüləmək mənim üçün çox çətin bir prosesdir. Çünki isti bir tərəfdən, ütünün istisi bir tərəfdən və daim də uşaqlar şikayətlənir ki, ana paltarları ütüləmə, isti olur, geyinirik, tərləyirik və mən də bundan istifadə etməyi qərara aldım. Qızlar, həm çox gözəl qoxusu var, lavantalı və digər çeşidləri var və eyni zamanda yay paltarlarımız nazik olduğu üçün çox rahat şəkildə qırışlarını açır. Baxın, mən burada paltarın üstünə bir qədər püskürtmüşəm. Tövsiyə olunur ki, uzaqdan püskürdəsiniz və əlinizlə artıq biraz təzyiq göstərdiyiniz halda qırışlar hamarlanır. Çox gözəl məhsuldur. Xüsusən də uşaqlı anaların vazkeçilməz məhsuludur. Şiddətlə almağı və istifadə etməyi hər birinizə tövsiyə edirəm.